Salam hörmətli yoldaşlar. Bu videoda bizə verilən konstruksiyanı koordinatlı plan üstünə necə oturdurlar ona baxacağıq. Hazırda siz ekranda koordinatlı planı görürsünüz. Bu bizim koordinatlı plan. Bu isə konstruksiyadır. Bunu iki üsulla edəcəyik. Birinci üsul Aligin əmri iki nöqtəyə görə çevirib otuzdurmaq. İkincisi isə reference line. Deməli, hər iki üsulla bunu necə eləyirlər baxaq. Əvvəlcə konstruksiyanı götürək. Seçirik konstruksiyanı. Kopyalayırıq kənara. Biz birinci ölçərək bu konstruksiyanın miqyasda olub olmadığına baxaq. Çünki çox vaxt konstruksiyalar miqyasda olmur. İndi onu ölçüb baxaq. Baxın, 7800. Əslində bura millimetrləndir bu ölçü. Bu o deməkdir ki, əslində burada 7 metr 80 santı. Burada 1000 dəfə böyüdülübdür bu. Miqyasda deyil. Onu əvvəlcə miqyasa salaq. Bunun üçün əvvəlcə həm də bu konstruksiya baxın. Bunu biz çevirəcəyik və s. Bunu rahat olsun deyənə əvvəlcə blok şəklinə gətirək. Bunun üçün konstruksiyanı bütöv seçirik. Klaviaturadan blok yazırıq. Burada gəldi. Burada ad hissəsində bloka ad veririk. Və artıq gördünüzsə bu oldu blok şəklində. İndi isə bunu biz miqyasa salırıq. Bayaq ölçəndə biz gördük ki, ölçülər 1000 dəfə böyüdülüb. Ona görə biz bunu 1000 dəfə kiçildirik. Bunun üçün həmin bu scale əmrini götürürük. Obyekti seçirik, sağ düymə. Hər hansı bir yerdə sol düyməni vurub ölçünü yazırıq. Deməli, 1000 dəfə böyük olduğu üçün biz burada 1000 dəfə də kiçiltməliyik. 0.001. Baxın, artıq 1000 dəfə kiçildi. İndi artıq ölçüb baxsaq. Baxın, 7 metr 80. Deməli, həqiqi ölçüsünə gəlibdir. İndi həmin bu konstruksiyanı kopyalayırıq. Koordinatlı planda bir dənə ixtiyari yerə kopyalayırıq. İndi burada bunu birinci reference line ilə eləyək. Bunun üçün reference line məqsədi əvvəlcə fikir verirsiniz, bu yerləşimə görə müəyyən bir bucaqdadır, amma koordinatlı plan müəyyən bir bucaqdadır. Biz əvvəlcə onları eyni bucağa gətiririk, sonra isə hərəsinin öz nöqtəsinə uyğun oturduruq. Deməli, bu konstruksiyada əsas elementlər himoxlarıdır. Bunlar nədir? Fikir verirsiniz, bir tərəfdə nömrələrlə işarələnib, bir tərəfdə isə hərflərlə. Bu himoxlarının kəsişmə nöqtələrini biz burada əsas götürəcəyik. Fikir verirsinizsə, burada A, B və s. Bu tərəfdə isə nömrələrlə. Eyni şey burada da var. Bir tərəfdə rəqəm, bir tərəfdə isə hərflərlə. İndi biz burada iki dənə himoxlarının kəsişmə nöqtələrini əsas götürək. Baxın, burada 1 ilə A-nın kəsişmə nöqtəsi var. Burada isə 1 ilə I-nin kəsişmə nöqtəsi var. Eyni nöqtələr burada deməli
A-la 1 buradadır. I ilə 1 isə buradadır. Deməli, bunu birinci referans line ilə eləmək üçün rotate əmrini götürürük. Obyekti seçirik. Sağ düymə vururuq. İxtiyari bir yerdə sol düyməni seçirik. Fikir verin, burada copy və referens var. Biz referensi seçirik. Kursorunu da seçə bilərik və yaxud klaviaturadan R, Enter vururuq. İndi burada istiqaməti müəyyənləşdiririk. İstiqaməti deməli həmin bu A'dan İ'yə doğru. Bu iki nöqtə. Fikir verin, burada points sözü yazıldı. Biz P enter eləyirik və gəlirik bu istiqamət. Deməli biz A'dan İ'yə doğru getdiksə, burada da A ilə 1-in kəsişməsi buradadır. I ilə 1-in kəsişməsi isə buradadır. Seçdik. İndi fikir verirsinizsə, artıq bu konstruksiya, bu yerləşmə planı ilə eyni istiqamətdə, eyni bucaqdadır. Artıq biz nə edirik? Baxın, eyni nöqtəni tutub üst-üstə gətiririk. Baxın, burada məsələn götürək 1 ilə A-nın kəsişmə nöqtəsi. Burada isə 1 və A kəsişmə nöqtəsi buradır. Adicə move əmri ilə həmin bu 1 ilə A-nın kəsişmə nöqtəsini seçirik burada. Gətiririk. Deməli, bura. Planda 1 ilə A-nın kəsişmə nöqtəsinə. Fikir verin, artıq bu konstruksiya koordinatlı planın üzərinə oturduldu. Bu bir üsul. İkinci üsul isə Align əmrinin köməyi ilədir. Bunu necə eləyirik? Bunu artıq kənara çəkək. Deməli, yenə fərz eləyək ki, bizdə bu şəkildə koordinatlı, daha doğrusu konstruksiyamız var. Bu Align əmri də iki nöqtəni əsas götürüb, həmin iki nöqtəni koordinatlı plan üzərində iki nöqtənin üzərinə oturduruq. Yenə mən 1 ilə A-nı götürəcəm. Deməli, bunun üçün Align əmrini seçirik. Obyekti seçirik. Deməli, birinci nöqtəm 1 ilə A-nın kəsişmə nöqtəsidir. Konstruksiyada həmin nöqtəni seçib, planın üzərində də həmin nöqtəni seçəcəm. İkinci nöqtə isə 1 ilə i-nin kəsişmə nöqtəsidir, hansı ki o buradadır. Onu da burada koordinatlı planda həmin öz yerinə seçirəm. Sağ düyməni vururam və Enter. Fikir verin, eyni formada bunu özüm silmədim, saxladım ki, baxın. Eyni necə bayaq 30 durmuşduqsa, o cür bu şəkildə də konstruksiyanı koordinatlı plan üzərinə oturtmaq mümkündür. Bu videoda hələlik bu qədər. Diqqətiniz üçün minnətdaram.